Arxamda gördüyünüz bu avtomobil BYD tərəfindən Münhendə təqdimatı edilən Seal 6 DMI platformalı bir avtomobildir. Gəlin avtomobili yaxından tanıyaq. Ön sədən dizaynına baxdığımızda digər Seal modellərini xatırladan bir dizayna sahib olsa da, bu avtomobilin digərlərindən fərqi odur ki, avtomobil Touring gövdəyə sahibdir və DC enerji ilə də avtomobil enerji qəbul edə bilir. Bagaj həcminə baxdığımızda 850 litrə yaxın bir bagaj həcmi var. Çox geniş bir bagajı var. Arxa oturacaqlar qatlandıqda isə 1600 litrə yaxın böyümüş olur. Aşağı hissədə də müxtəlif alətləri görə bilərik. Gəlin avtomobilin salonuna baxaq. Salon quruluşu bu formadadır. Orta hissədə 15 düymlük bir mərkəzi ekran, simsiz şarj cihazı, həmçinin soyutmalı start-stop düyməsi buradadır. Fiziki düymələri rahat görmək olur burada və sükanda da fiziki düymələr var. Və avtomobilin üst hissəsində açılan panoramik dam mövcuddur. Mərkəxana göstərim mən sizə. 1.5 mühərrik bir avtomobildir. Həmçinin elektrik mühərrik də var və 15 kW'lıq bir batareya var. Ümumilikdə bu avtomobil 1350 km-ə yaxın məsafə qət edə bilir. Bu təbii ki VLTP standartıdır. Yəni real rəqəmlərə yaxın bir məsafədir. Həmçinin burada BYD-nin digər modellərini də görmək olur. Həm SUV, həm də sedan. Və sizə onu deyim ki, tezliklə Azərbaycanda da BYD-nin rəsmi satış mərkəzi fəaliyyətə başlayacaq. Sumqayıt şosesində olacaq bu satış mərkəzində arxamdakı BYD modellərinin bir çoxunu orada görə biləcəyik.